Red Bull adlı energetik içkini televiziya kanalları saxta reklam eləyirlər, anti-reklam. Bilə-bilə ki, bu saxtadır. Saxta reklam eləyərək vətəndaşları psixoloji şuuraltı olaraq inandırırlar ki, Red Bull qanadlandırır. Bu da Azərbaycan Respublikasının qanunlarını pozur, hətta cinayətdir. Reklam haqqında qanun, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun, ən əsası cinayət məcəlləsidir. Yəni, bilərəkdən aldatma, qəsdən aldatma, onların etibarından sui-istifadə etmə, birbaşa olaraq cinayət məcəlləsində, Azərbaycan Respublikasının cinayət məcəlləsində bu maddə var. Mən də bunları ifşa etmək üçün bunlar cinayətkar, xəyanətkar əməllər. Mən də çalışdığım qədər mətbuat vasitəsilə aidiyyatı qurumlara müraciət edirəm ki, bu cinayətkarlara bir qanuna müvafiq tədbir görürsünüz. Diqqəti üzrə minnətdarım.